Bir ananın doğum günüydü. Bu ananın iki oğlu ve büyük kızı anasını ad gününü təbrik eləmək üçün hər üçü birlikdə anasının yanına gəlirlər. Oğlanlar hərəsi analarına müəyyən qədər pul verib onu təbrik eləyirlər. Böyük qızı da anasına bir bilərzik bağışlayıb təbrik eləyir və anası bunları açdığı süfrə masası ətrafına dəvət edir. Bunlar otururlar süfrədə, deyib gülüb danışmağa başlayırlar. Amma ananın gözü qapıda idi. O kimisə səbirsizliklə gözləyir. Bunlar analarını süfrə başına dəvət edirlər ki, ana gəl əyləş, qəhvaltı eləyək. Anası bunlara gülümsəyərək deyir ki, siz işinizdə olun, mən də gələcəm. Bunlar hiss edirlər ki, ananın gözü qapıdadır, anaları bu kiçik qızını gözləyir. Ananın bir kiçik qızı da var idi. O hələ gəlib çıxmamışdı. Və bu bacı qardaşlar öz aralarında kiçik bacıların lağa qoymağa başlayırlar. Birisi deyir ki, yəqin o yenə hələ də çiftçiliklə məşğuldur. O birisi deyir, yəqin o anaya hədiyyə almağa bir şey tapmayıb, ona görə gəlməyib. Beləliklə, kiçik bacını kiçik düşürən laflarla bunlar lağa qoyub öz aralarında gülümsəyirlər. Ta ki, o vaxta kimi ona lağ etdilər, kiçik bacı gəlib çıxdı. Kiçik bacı gəlməmişdən qabaq özünü bir kasıb cildinə salmışdı. Cındındır formasında qapıda görünür. Bunu görən ana çox sevinir və ana bala bunlar qolboyun olub sevinç gözyaşları axıtmağa başlayırlar. Anası deyir ki, hə bala, elə mənim gözüm yolda idi ki, sən nə vaxtdır gələcəksən. Və qızını götürüb masanın ətrafına əyləşdirmək istəyəndə böyük qardaş stulu kənara itələyib deyir ki, sən burada əyləşməginən, sən pis qoxu verirsən. Kaş heç gəlməydin. Bunların lafları dayanmır və qızı təhqir eləməyə başlayırlar. Qız kənara itələnmiş stulda əyləşir və anası evladlarına deyir ki, belə niyə danışırsınız? Bəs niyə deyək, ana, kaş heç o gəlməyəydi, heç sənə hədiyyə almağa da, bəlkə heç hədiyyə də almayıb sənə. Deyir, yox balalarım, hədiyyə mənim gözümdə deyil. Mən ancaq sizi görmək lazımdır. Sizi görəndə mən çox sevinirəm. Mən hədiyyə feilində deyiləm. Kiçik qız bundan sonra əyləşdiyi stuldan qalxıb anasının boynuna sarılır. Deyir, çox sağ ol ana. Məni bu evdə istəyən ancaq sənsən. Görürsən qardaşlarım mənə necə lağ eləyirlər. Elə bu dəmdə vəkil içəri daxil olur və əlində 500 minlik dairənin sənədlərini kiçik qıza təqdim edir. Deyir, xanım, buyurun, sizin istədiyiniz 500 minlik dairənin sənədləridir. Bunu görən qardaşlar tez balı dəyişirlər. Belə insanlar da nə cür sifət desən olar. Birisi deyir ki, hə, sən bizim ən yaxşı bacımızsan. Nə bilim, o biri qardaş deyir ki, bizə də o dairədə əyləşməyə icazə verərsən,
Bu münasibəti görən bacı tərs-tərs bacı qardaşlarını süzüb deyir: "Yox, siz məni yox, mənim puluma hörmət edirsiniz. Ona görə siz mənim bacı qardaşlarım ola bilməzsiniz. Mənim hörmət edən, ən çox sevən anamdır. Siz məni lağa qoyub səhərdən gülürdünüz. Ona görə siz bu dairəyə qədəm basa bilməzsiniz. Bu dairə məni sevən təkcə anama məxsusdur." Və özü ilə gətirdiyi bir canta pulu anasına təqdim edir. Deyir: "Ana, bu pul da sənə çatacaq." İndi əziz dostlar, xüsusən sözüm cavanlaradır. Heç vaxtı bacı qardaşlıq arasında ayrı seçki etməyin. Birinin pulu olar, birinin olmaz. Biri var dövlətli olar, biri kasıb olar. Çalışıb həmin gündə bir-birinə dayaq olub əl tutmaq lazımdır. Ona görə ki, heç kəs bilməz ki, sonradan onun başına nə gələcək. Mehribançılıqdan heç kəs ziyan çəkməz. Diqqətinizə görə çox sağ olun, minnətdarım.